1964-cü il. Aprel ayının 27-si idi. Akşin Abdullayev 863 nömrəli maşınla hərəkətə keçmişdi. Həmən maşın tank hidəsində. BTR tankı ilə şəhərdə gəzərək şəhərin təhlükəsizliyini təmin edirdi. O andaca göydən yağışlar yağır, ildırımlar çaxırdı. Və bir qız-qızağazın səsi gəlirdi. Yardım edin deyə səslər gəlirdi. Akşin Abdullayev tankın lüləyini fırladaraq təhlükəsizliyini təmin etmək məqsədi ilə həmin qıza yaxınlaşır. Kim çıxdı? Nə olub balaca?